Salam QT-Baku istifadəçiləri. Mən bugün sizə buynuz qoymağı öyrədəcəm. Yəni ki, antena. Girik burada buynuzu götürür. Mən onu sayt özüm atacam. Bir daha da bizə pafka lazım olacaq. Yəni pafka açaq. Novi pafka. Bizə pafka, buynuzun faylı, modeli, tıxıdı bir də maşın faylı lazım olacaq. Tıxıdı faylı. İndi ilk öncə girik tıxıdı proqramına. Tıxıdı proqramına daxil olduq. Open tıxıdıya vuraq. Burada peren var. Peren tıxıdı. Onu seçək. Və burada image sözü var. Imageyə vuraq. Burada export all textures to bitmaps. Ona vuraq. Və burada Novi Pafkaya bir dəfə vuraq. OK eləyək. Və buradan çıxaq. Tıxıdı webshopda işimiz qutardı. Girək zomodelərə. Daxil olaq zomodelərə. Zomodelərə. Gözləyəm. Aha, oku vuraq. Burada indi bax bu var ha, bax belə bir pafka şəkili. Ona vuraq. Burada gəlib o buynuzun failini seçək. Bax buynuz. 2 dənə buynuzdur. Mən təki də qoymaq öyrədəcəm. Tək də qoymaq elə o kimi olacaq. Bax, indi bax bura vuraq, həminki kimi o döl-bucaq işləriyə. Adı vuraq. Və burada maşının bu şəkili var. Gördünüz? Şeydə, pafkası. Pafkaya girik, şəkillər buradan seçək. Elə tutub dartaq aşağı. Otkirit. Və burada yüklənsin, oku vuraq. Burada indi bax, bu işarə var, gördünüz? Ona vuraq, burada perin. Perinə vurduq. Gördünüz, maşın gəldi. İndi biz bunu yerinə tutturmaq üçün, bax, burada modify. Ona vuraq, mov eləyik və bunu aşağı gətirik. Gördünüz, gəldi aşağı. Mən bunu dala çəkib bura qoyuram. Özlüyün qoy, baxım, görüm, oturdu tam. Burada diqqətli olun, baxın, görün, tam oturdu yerinə, yoxsa yox. Moveyə vuruq. Bax. Gördünüz, oturdu yerinə. İndi bunu bax, açırıq bunu, üstə gəlib vururuq. Burada da üstə gəlib, burada da üstə gəlib. Belə onu yekəldik və body. Burada body var. Body yoxdur deyə. İndi bax, biz bunu bax, götürüb atırıq bax. Məsəl üçün bax, bura. Gördünüz, bax, düşdü bura body. Baxın, gördünüz. İndi bax, bunları bax, bağlayaq. Açdıqlarımızı bax. Bunun üstə gəlirik, bunun üstə gəl, bunun üstə gəl. Bu modify'yi da vuraq bir dəfə, bax, saxlayıq. Gördünüz. Buna vuraq, buradan da ki, perin. Da. Buna x edirik, no. Bugünlük bu qədər. Sağ olun.